Yuxu görmüsünüz də, yuxu. Bəzi adamlar görmürəm, amma yuxu görür də əksər insanlar. Yuxuda görürsən ki, məsələn, qaçırsan nədənsə, həyəcanlanmısan, tərrəmisən, nəsə düşüb dalınca da qorxunc bir oğrudur, cinayətkardır, nədir, düşüb sənin dalınca, sən qaçırsan filan. Hövlünak yuxudan ayılırsan, ürək döyünür, tər basıb səni. Baxırsan, əşi yuxuymuş. Heç nə. Nə qaçan var, nə qovan var, heç nə, yuxuymuş bu. Buna görə dəyməzdi tərləməyə, həyəcanlanmağa. Əleyhissalam buyurur ki, Ən-nas niyamun. İnsanlar yuxudadır. İzâ mâtu intəbəhu. Öləndə ayılacaqlar. İndi öləndə halımızı təsəvvür edir. Birdən ayılacaq, o həyəcanlar, streslər, heç nə, yox, yuxuymuş. Yoxuymuş bu. Bu his bir gün bizə gələcək. Yoxuymuş, heçlik, puçluq imiş. Eynilə yuxudan duranda hansı haldasan, öləndə o halda olursan, dirikən o halı gedib əldə edirsən ki, yuxudur qardaş, yuxudur. Bu ehtiyacların heç biri yoxdur səndə. Hamısı xəyalidir. Hamısı xəyalidir. Bir həqiqət var, Allahdır və salam. Var olan bir dənə Allahdır və salam, başqa heç nə yoxdur. Maraqlı olacaq yuxudan ayılmaq. Bir daha qayıdıram, təsəvvür edirsiniz, səhər yuxudan durursan, qorxulu da olanda, şad da olanda əşi yuxuymuş. Dünyanın şadlığı da, qəmi də, kədəri də yuxudur. Reallığı yox. Reallığı yox. Dünyanı şad deyək, belə deyək, rifah içində yaşayan, çətinlikdə yaşayan hamısı bir gün ayılacaq ki, yoxluğuymuş bunların hamısı. Hər gün təhlil eləməlisən özünü. Leysə minna mən ləm yuhasib nəfsəhu fi kulli yevm. Bizdən deyil o kəs ki, hər gün özünü hesaba çəkmir. Biz hər gün ne üçün deyir? Çünki qəlb belədir ki, onu bir gün buraxırsan, öz-özünə başlayır arzu istehsal eləməyə, onu öz başına buraxmaq olmaz. Bir gün buraxdınsa o nəyəsə bağlanır, nələrsə arzulayır, nələrsə istəyir. Özü hesaba çəkəndə nəyə hesaba çəkməlisən, neçə şey? Bir də budur ki, mənim arzularım nədir? Mən nə istəyirəm? Mən nə istəyirəm onu beynimə gətirəndə dinən ki, bunsuz olar ya yox. Vallahi görəcəksiz olar. Hər şeysiz olar. Hər şeysiz olar. Bunsuz da olar, bunsuz da olar, bunsuz da olar. Gəlir çıxır İmam Hüseyin əleyhissalamın sözünə ki, səni tapan nəyi itirib, səni itirən nəyi tapır. Bir dənə Allahsız olmaz. Ruhun nəfəsidir. Ruhun varlıqda yeganə varlıq odur. Ya Davud, uridu və turid. Deyir, Davud, sən də istəyirsən, mən də istəyirəm Allah. Mənim istədiyimi istəsən, istədiyimi sənə verərəm. Öz istədiyi istəsən, yenə də mən bildiyimi edərəm. Bir ay bu hədisimiz həddində danışmaq olar. Bir ay. Ruhu çikləndirən bu arzulardır, öləndə də qopa bilmir. Öləndə qopa bilmir. Ölümü çətinləşdirən dünyada bir maqnit yoxdur. Dünyanın ətrafında formalaşdırdığın arzulardır. 40 hədis kitabında yazır, biri can verirdi, deyir, dünyadan ayrılırdı, bir ömür mömin idi. Başın üstünə gəlib təlqin eləməyə başladılar ki, təlqin ilə Allah denən, Peyğəmbər denən, dedi ki, acığım gəlir Allahdan da, Peyğəmbərdən də, dindən də, hər şeydən. Çünki təzə-təzə mən arzularıma çatırdım, neçə dənə arzum vardı ona çatım, gəlir bu yerdə mən aparır. Heç nə. İmanı getdi arzularının badına. Bir an ondan sonra canı bədənindən çıxanda görəcək ki, arzu yox imiş, onlar hamısı puç şeylərmiş. Sizdən xahiş edirəm, bu məhərrəm günlərində bir dənə bir dəqiqəlik qiyamətə gedin, boylanın, baxın həyata. Hər gün. Oradan bura boylanın. Görün, indi önəmli olan şeylər orada önəmlidirmi?
Nə fərqi var orada sənə ki, burada sən məsələn gündəlik qazancın nə idi? Nə fərqi var? Orada nə fərqi var sənə? Qiyamətdə, cənnətdə, cəhənnəmdə nə fərqi var? Filan kəs mənə filan dedi, filan oldu, filan şeyə çatın. Onu insan bacara bilsə dünyadaykən mutu qəblə ən təmutu. Ölməmişdən qabaq ölün. Yəni gedin oradan baxın dünyaya. Hansı xəbər sənə çatsa əlvə sürtərsən ki, ay can, maşallah, nə yaxşı oldu, muştuluq verərsən ona görə. Hərdən bir sual verir ki, hansı xəbər çatsa səni özündən çıxarır, sonra öz verin ki, yekə kişisən, ayıbdır sənin üçün. Bu, səni sevindirən arzu olmamalıdır. 5 gün sonra sönəcək, biraz da sonra acıya çevriləcək, deyəcək günlərim var idi. İndi səni sevindirən şey sabah sənin həsrət vasitəvə çevriləcək, qəm vasitəvə çevriləcək. Bir gün deyəcəksin, günlərim var idi, adamlar var, heç bir günü də olmuyor, bir fərqi başlayır. Amma günlərim var, keçmişlə yaşayır, qəm qüssə içində, çünki arzuları düzgün deyil. Belə arzulardır ki, çatırsan, sönür, sonra yavaş-yavaş sönməkdən əlavə başlayır qəm verməyə. Dünən sevindirir səni. O qədər olub ki, dünən sevindirən şeylər bizi ya bugün bizim üçün mənasızdır, ya da ki, həsrətin çəkirik ki, keçmiş idi artıq. O vaxtın sevincini tükətdi də verə bilmədi. Sonuncu həll yolu. Bunu deyim ki, insan çox şey istəməsi fitri istəyər. Ona görə çətin oyla mübarizə aparır. Fitridir nə mənada? Fitridir idarə olunmalıdır. İnsan yaranıb maksimum istəsin deyə çox istəyir, səhv yönəldir, gedir dünyanı başlayır çox istəməyə. İstəklərin qarşılığını verməyəndə tuğyan yaranır. Bilirsiniz, böyük istək kiçik bir yerə yönəldəndə sığmır axı istəklə tərs mütənasibdir, ödəyə bilmir, onda tuğyan yaranır. Onda günah yaranır, fəsad yaranır. Bunu necə idarə eləmək olar? Körpə uşaqları görürsünüz, nə uzadırsan bərk yapışır. Nə uzadırsan bilmir nədir. Birincisi, refleks olaraq reaksiyası budur ki, əlini atır onu, çıxır özlə, buraxmır. Fikir vermişsə körpə uşaqları da tutur. O bilmir, isti bir dəmiri qızdırıb, yaxınlaşdırasan Allah eləmişsə, yapışacaq, əli yanacaq, o bilmir. Ruh da belədir, nəfs də belədir, qəribə bir şeydir. Nə gördü, yapışmaq istəyir, o nəfsin əlini biraz cilovla. Bilən ki, bax, gör ki, bundan yapışmağına dəyər, dəyməz. Sən çox şey istəməlisən, amma əvvəl istəklərin səviyyəsini, keyfiyyətini apar yuxarı, sonra nə qədər çox istəyirsən istər. Keyfiyyətli istək, səviyyəli istək nə qədər çox istəyirsən istər. Onun üçün gərək arzularını, nəfsin o əlini yığasan. Yığasan ki, rahat yaşayasan.